Bəli, gördünüz rəqəmin axırında mənim başlamağım başladı. Salamlayıram hər birinizi ARB-də eyni saatda, eyni gündə yox, sabahsı günündə, dünənin bu günündə sizin qarşınızdayıq və əhval-ruhiyyəmiz tam pozitivdir. Bizim əhval-ruhiyyəmiz niyə görə həmişə belədir? Çünki biz burada sizə müsbət enerji ötürməyə gəldik və kim bizi hardan izləyirsə fərq eləməz, iş yerindən, evdən, fərq eləmir də hardan baxırsınızsa, baxın, çünki ARB-yə onsuz da dünyanın hər tərəfindən baxırlar deyə buradan bizim səsimiz, görüntümüz hara qədər gedirsə, nə qədər uzaqlığa gedirsə, istirahətdəsiz, yəni yayın ortasında belə bizə baxırsınızsa, deməli bizi çox istəyirsiniz. ARB elə buna görə gözəldir ki, fərq eləməz. Yay, qış, istirahət, hər dəqiqə baxılır və biz də bundan çox xoşbəxtlik, sevinirik və fəxr eləyirik. Ona görə də bu günlərimdə sizin istirahətinizə biraz da istirahət qatacağıq. Elə bir 2 saatlıq deyəcəyik, güləcəyik, əylənəcəyik və ondan sonra yenə də günümüz tam belə enerji dolu davam eləyəcək. Və bu günlərimdə qonaqlarımız elə qonaqlardır ki, deməli, gülməli, maraqlı və belə elə bilərsiniz, burada mətbəxdə boşluqdur, boşluq deyil. Xeyr, bu günlərim elə bir qonaq gəlib ki, onun ortalığa pişirib çıxara bilmədiyi yeməyi mən hazırlayıb ortalığa çıxardıram. Sadəcə olaraq bu biraz uzun müddətə pişən yeməkdir deyə mən bunu öncədən hazırlamışam. Öncədən də dediyim hardasa mən saat, deyim də sizə, 11-in yarısından buradayam. 11-in yarısından mən gəldim, girdim iş yerinə. Burada işlər gördüm və saat 12 tamamdan mən yeməyi qoymuşam bizim odun üzərinə, bizim alovun üzərinə ki, burada yavaş-yavaş belə lehim-lehim deyirlər, yavaş-yavaş, bala-bala qəşəng özü üçün pişsin. Bizim istədiyimiz o türklərin bir məsəli var, kıvama gəlsin. Ona görə də maraqlı olacaq. Nə olduğunu mən hələ demirəm, İlqar müəllimi dəvət eləyək gəlsin. Çünki İlqar müəllimsiz günə baxın, günü olmaz. Günü olmasın, belə deyək də, belə desək daha gözəl olar. İlqar müəllimi dəvət eləyək və tam sürətlə davam eləyək. Anonslardan da gördüyünüz kimi qonaqlarımız elə qonaqlardır ki, maraqlı, maraq elə buradadır. Və qarşılayın verilişimizin əsas aparıcısı İlqar Mikayıloğlu! Azərbaycanın şəxsiyyətə salam, hər vaxtınız xeyirli olsun. Bax, tuturlar və hərdən bir məqamında tuturlar, şansını vermək lazımdır. ARB-yə baxanda tapar məni. Baba! Mənim üçün o mahnı həmişəlik xitdir. Neçə il keçəcək fərq eləməz, bilmirəm. Amma çox xoşuma gələn bir mahnıdır ki, əhval var, yoxdur, var, yoxdur, o da yoxdur. Varsa da yoxdur, mütləq qulaq asacağım ona. Mənim əhval-ruhiyyəm... Samira çox sağ ol ona görə. Mən sizə Samira xanımı sevirəm də, bunu bütün Azərbaycan bilir. Mən sizi çox sevirəm. Yaxşı ki, varmısınız. İlqar müəllim, mənim əhval-ruhiyyəm çox yüksəkdir. Onlar da artıq çanta əhval-ruhiyyəsi ilə yaşayırsa da xəbərin var. İnanırsınız, amma yox, mən deməzdim elə. Mən işi o qədər çox sevirəm ki, inanırsınız, mənə desələr ki, məzuniyyətsiz işdə ki, indi qayda qanun var ki, məzuniyyətsiz heç kim işləmir, hamı məzuniyyətə çıxır. Amma mənə desələr məzuniyyətsiz belə işdə, vallahi billahi işləyərəm, uf da demərəm, çünki mən sevdiyim işi görürəm. Mən sənin arzu rəhbərliyə çatdıraram, heç narahat olma. Mən nə deyirəm ki, nə problem var? Yaxşı ki, var. İstəyirsən, problem yoxdur. Mən istəyirəm, Nahid Staxanov. Bizim dövrdə, Staxanov bilmirsən, hardan biləsən ki? O, İlqar müəllim, deyirsən... Bu da sənin üçün Bağdan İstamir, Sergey Lemov da öykü durub deyəsən ki, mənim xəbərim var. Siz keçən ayda olan söhbəti niyə yadda saxlayırsınız? Onun üstündən bir ay keçib. Yaddaşa bax da sən. İnsanın həqiqətən ağlı, düşüncə, fikir və ən əsas yaddaşı bu qədər iti ola. Görürsən? Maraqlıdır, həqiqətən mən... Ona görə də kürəyimi qarşı.
Ay sağ ol. Əhval ruhluqdur, hə? Hə, Bildim, həmişə oldu. kimi, Texnologiya, aydın məsələ. texnologiya inkişaf eləyib, həmişə kimi. Texnologiya. İqam, əhval ruhiyyəviz necədir? Əla. Qaydasındadır Hə, hər şey. şükür dünya çempionatı qurtardı, normal, hər şey bəlli, super. İndi nəyə gözləyirəm? Amma mən deyən oldu, gördünüz? Hə. Hə. Mən Mən onda razıyam Bəs mən belə sənə. olmalıydı da, belə Daha olmalı. başqa variant da yox idi. Ona görə də gözləyirəm. Gələn mövsümü inşallah. Nə qalıb, efrin qurtarmasın işlə. Belə baxanda. Avqust istirahət, sentyabr. Gözlərim dolur elə deyəndə. Aha. Dolar da. Boşalt. Ürəyimi boşalt görüm. Ürəyimi boşalsın burada aləm dərdidir İlqar müəllim. İlqar müəllim, bizim sizcə mən deyəndə ki, yeməklərimizdən biri qonaqlarımızla bağlılığı var. Sizin ağlınıza o dəqiqə nə gəldi? Hələ o gəlir. Elə gəlir. O gəlir hələ. Bəli, bu gün Başqa mənim variant hazırlayacağımız yemək nədir? Turalın vaxtı ilə bişirib ortaya çıxarda bilmədiyi dana quyruğundan buğlama. İlqar müəllim, zəhmət olmasa bunun Dəmdədir özü. görüntüsünə baxın. Ulas, amma indi Bircə saniyə. 1, 2, 3. Ay can. Bir dənə bunun gözəlliyini. hə, yağın vurmuş. Zəhmət Suyu da olmasa var. çalışdığım qədər belə ehtiyatlı şəkildə belə göstərim bizim tamaşaçılar. yavaş dağıdarsan. Əmanətdir, bili. Hələ bu verilişimiz axırıncı Bloka bloka qədər dəmlənməlidir. Özünə tam da gəlməlidir. Ondan sonra bunun dadından doymaq olmur. Bilirsiniz niyə görə? Bunun həqiqətən faydası. Mən deyərdim, xaşa rəqibidir bu. Hətta xaşı bəlkə də döyər. Yox, döyənməz. Xaşı döyənməz. Amma yox. indi bir söz də var. Xaşı hamı yeyə bilmir. Ha. Bu reallıqdır da. Təbii. Amma bunu hamı yeyə bilir deyə Ətdir də ona təmiz. bir pillə Plus orada sümük, o da quyruğun özünün yağı, yəni quyruq yağı, dana quyruğunun yağı. Vay. Quzu quyruğunun yağı yox. O da var aydın məsələ ki, olan hamısı xüsusi dad verir. Tərəvəzlərdən pomidoru, biberi, Bibər, soğan, mütləq, orada, uzun, sarımsaq, mütləq, yağı və kərə yağı. kərə yağı. O da belə də xudumanə. Kərə yağı çox az. Hə. Özünün yağı kifayət Hə. qədər var deyə Quyruq yağı problem dediyim yoxdur və öz suyunda qəşəng bişir o, öz suyunu buraxır, öz suyunda bişir. Çox zəif oldu. Söhbət Və bunun həqiqətən faydalarından biz danışsaq, gərək qonaqlar elə orada qala, mən də ancaq danışam. Çox faydalı Ona bir da ki, yeməkdir. ölürsən də onun üçün, danışmaq üçün. Məni bura, mənə var. Əlaqəsi quyruqdan danış. Mən aparıcı danışmalı deyil. Danış. Yox, aparıcıdan aparıcıya fərq var. 1. Danışıqdan danışığa fərq var. 2. Aparıcının nə danışdığının da fərqi var. 3. 4-ü 5-i daha demirəm, buralıq deyir. Onları da daha demirəm. Belə. Amma yenə də plus nədədir? Söhbət şurasındadır ki, quyruq buğlaması. Bəli. Dana quyruğunun buğlamasının çox böyük plusunu, dadını əldə eləmək istəyirsinizsə, qaynatmaq olmaz. Çox vamodda uzun müddət dəmlənməlidir. Nə qədər çox olsa o qədər başa. Hə, nə qədər çox olsa bir o qədər yaxşı. Onda olur, bir nəfərin sözü olmasın, mərcun. Və yaxud bir nəfərin sözü olsun. Olsun da. Olsun, hə, mərcun. Ona görə də bugün nəyəm Tural da gəlsin, mübahisəsi 100% Tural sənin tam olacaq. dəyişikliklə gəlib. Hələ, Ha, Tural Sümeyyə. elə bil ki, nəsə olub ona. O gəlmədi. Sən bunu əla dəmə qoymusan, əhsən. Niyə? Yəni belə sevdim sənin bu xörəyi dəmə qoymağı. Belə şey olmasa altın yandır da. Altı yanlıdır da. Hani? Altı yanlıdır görməli. Nəhayət, mənim gözlərim çoxdan əməliyyat olunub. Mənim əlimdə olsa Tofiqdən o kameranı alaram, buranı göstərərəm ki, burada birdir. İndi birdir. Necə indi birdir? Görmədilər, əyildin də. Amma heç olmasa gözlərini tanıyır, bilir hansı işə salmaq lazımdır. O da plusdur, şükür. Mən 2 ildir artıq burada Heç olmasa professional, onu öyrənmisən. hamının zövqünü oxşaya bilən bir aşpaz kimi, bir gənc aparıcı kimi, Aşpaz bir- kimi. bir şair deyiləm, amma mənə hər dəfə şair deyirlər elə. Doğrudan şair sənə niyə görə görəndə şair bir deyirlər? həvəskar qiraətçi kimi, bir nə bilim, hamını çox istəyən bir insan kimi, bacardığı qədər hamıya elə özü kimi baxan insan
burada siz necə ona deyirsiniz ki, mən təvəzzükaram. Mən belə şeylərdə özünüz bilirsiniz. Təvazökarlıq gözlərindən tökülür. Nə danışırsan? Bilirsiniz ki, mən özümü tərifləməyi sevmirəm. Mən demirəm ki, burada məni hamı çox istəyir. Mən haralarsa gedəndə məni belə şirin-şirin qarşılayırlar. Məni çox istədiklərini. Mən bunları demirəm ki, nəsə. Həqiqətən Allah sizi mənə çox görməsin. Sizi o qədər sevirəm. İnanın, hamınızı sevirəm ha. O qədər sevirəm, çox sevirəm. Mən niyə bu qədər sevirəm deyirəm, amma məni sevməyənləri də sevirəm. Amma bilirəm ki, onlar da məni sevir. Çünki his varsa, sevgi sevməmək bilirsiniz nədir? Deməli, çox istədiyin adamdır və yaxud onu dəyər verirsən. Dəyər vermədiyin adama heç fikir bildirmərsən. Heç nə vəcüvət adama deyərlər ki, mən tanımıram bunu. Məsəl üçün İlqar müəllimi mən tanımasam, gəlib yanımıza. Rahat burada söhbət edirəm. Bir var danışma, bir var aparıcı, bir var aparıcının danışması. Dedim ha, 4-lə 5-i demirəm, yeri deyil. Bax, 4-lə 5-ə gəldi. Baxın, İlqar müəllim, mən bir dənə sizə söz deyim. Sevməmək belə bir hissdir. O hissi belə qazana bilmişəmsə, mənim üçün fəxirdir. Mən deyir, hamısının qadasını alım. 5-ci dediyim o oldu indi. Bəli, mən burada başqa bir söz demədim ki. Belə, studiyamızın qonaqları, müğənni İbrahim Borçalı, buyurun. İdman yeyim. Sen arzu. Canım gözüm. Ne var ne yok. Allah var elə. Buyurun. Hoş gördük, hoş gördük. Hoşgörünüz olsun. Xanəndə Nisbət xanım Sədrayeva. Və müğənni Tural Qismət. Zəhmət olmazsa bura gəlin. Yox, sən getdi orada, bir görsənsi də orada Zəhmət tam olmaz. görsənməyəcək, o da var. Bir gəl də bura, niyə dəsən qorxursan kim? Sənin gözünü qırıb qardaş. Həqiqətən geyimin, stilin belə mənim xoşuma gəldi. İndi heç nə deməyəcəm və burada bax, sənin neçə dəfə çalışıb da ortaya çıxara bilmədiyin və yenidən də cəhd eləyib ailənin də burada köməyi olmaq şərti ilə Müstəsna xidmət. burada gətirib ortalığa çıxartdığın yeməyi mən şəxsən özüm hazırlamağa başladım və hazırlayıram. Tək başına? İlqar müəllim. Aç onu bax. Bilirsən, mən bu adamı daha demirəm. Şəxsən özün. Oo, bəh. Tanış, quyruq tanış gəlir. Hər şey gözəl idi. Bu- Qazanın qapağını açdı, diqqətlə baxdı, bir 5 saniyə sonra Yox, bu Həmin quyruqdur, bu tanıdı. sən mənim bilirəm nə demək ayaqqabımı istəyirsən. geyinə bilərsən, amma yerişimi yeriyə Mən bilməzsən. sənin nə ayaqqabı geyinmək istəmirəm. Sənin yerişivi yerimək istəsəm, mən gərək bunu yandıram. Mən də ona görə istəmirəm o yerişiyi. Mən elə Yox, sən bunu yandıma söhbət yox, sən bunu bişirmirsən, bu yaxşıdır. Amma bu belə bişmir, əzizim. necə pişir? Yanır. Bu yanmalı da. Bu haqda növbəti saatlarımızda biz danışacağıq. Hər vaxtınız xeyir olsun. Salamlayıram bizi izləyən bütün tamaşaçıları, bütün dinləyiciləri. Gününüz xeyirli olsun. İsti yay günlərində sizin aramıza xoş istirahətlər arzu edirəm. Bizi dağda, bağda, aranda, kənddə, qəsəbədə, Azərbaycanın qıraqda, Özüm aparıcı kimi Moldiv adalarında, hər da kim izləyirsə xoş istirahətlər arzu edirəm. İcazə versən keçin. Təşəkkür edirəm. Buyurun, xahiş edirəm. Özəva bugün fikir ver, buyurun əyləşin. Fikir ver, qonaqlarımızın hər birinin özünə məxsus bir üslubu var ha. Bəli. Qarqız. Maşallah. Dünya çempionatının finalında qalib gəlmiş komandanın məşqçisi. Bəli. İdman üslubunda. Və Bəlkə məşqçinin treneri olsun. məşqçinin məşqçisi. Məşqçisi olsun. Hə. Və Elvis Presley'nin yolu ilə gedən bir şəxs. Əla. Hər vaxtınız xeyirli olsun. Sağ ol, sağ ol. Hoş gördük, hoş Hər şey gördük. gözəldir, əla. Yay günündə istidə sizləri görmək xoşdur, bu aranı görmək xoşdur. Sağ olasın. İsmət xanım necəsiniz? Vəziyyətiniz? Xoş gördük, hər vaxtınız xeyir olsun. Sizləri salamlayıram. Efir qarşısında bizi izləyən bütün tamaşaçılarımızı, dəyərli qonaqlarımızı salamlayıram. Həmişə verilişimiz gözəl keçib, inşallah bu gün də inanıram ki, gözəl keçəcək.
hava isti olduğundan qar qız libasında gəlmişsin. Hə, indi biraz sərinlik olsun da. Göyə də inşallah çalışarıq da. İnşallah. Doğrudan Tural, Bəli. üslub həqiqətən rock'n'roll 60-70-ci illər imici başlamısan dəyişməyə yoxsa nə baş Bəli, verir? bəli. İstəyirəm ümumiyyət geyimlər, repertuar yeni mövsümdən tam ayrı cür olsun və yeni bir mahnılar da yazmışıq. Biraz rock üslubunda Bəli, bəli. Bütün komandamız belə bir hazırlıq işləri görmüşük. İnşallah Allah qoysa mahnının da siftəsini burada oxuyacağıq ilk. Həmin o üslubdan. Bəli, bəli, bəli. İkinci bir tərəfi var. Mənim rock və rock'n'roll üslubuna xüsusi marağım olduğundan elə bilirəm ki, çox diqqətlə qulaq asacağam, görüm necədir. Bəli. Çünki o tamam başqa aləmdir, ona görə deyirəm. Çox, Yəni çox. bu quyruq yandırmağa bənzər. Hə, yəni bu quyruğu yandırmaq deyil ki, yəni keçəsən də Sənin üçün günah. quyruq deyil ha. Bu rock'n'roll, bu tamam başqa aləmdir. Ona görə də inşallah qulaq asarıq. Problem yoxdur. Bəli. Görəydim. Mən inanıram. Mən nəsə inanıram. Bu dəfə inanıram. Bu dəfə o dəfə də alınacaq, inanırdım. Bu dəfə alınacaq. dəfə Çünki əməlli başlı köklü islahatlar eləyir özündə. Deməli keçən dəfə alınmamışdı, ona etiraf eləyirsən. Nə alınmamışdı? Çox şey alınmamışdı. Belə. İbrahim, buyur. Buyur, böyle onu danışarıq. Buyur. Zadroyeva. Səndə olan məndə olsaydı bu dağa şeir demişdim. Şeir demişdiniz. Hə, bax dedin də səndə olan məndə olsaydı bu dağa şeir. Belə ifadan sonra bir dənə şeir demişdim mən. Yaxşı, deyim də. Adama belə qızışdı. Məndə varsa qoy şeir deyim də. Zəhmət olmazsa gəl bura xanım. Bizim. Deyirsən şeir yaz. Nə yazım sənə? Təpədən dırnağa şeirsən qadın. Nəyini vəsf edim? Nədən söz açım? Sən özün hər şeyi deyirsən qadın. Səndən gözəlliyi görənə əhsən. Qədrini biləcək ərənə əhsən. Səni bu dünyaya verənə əhsən. Bütün bir dünyaya dəyirsən qadın. Anasan, bacısan, övladsan, yarsan. Torpaqsan, ocaqsan, qeyrətsən, arsan. Nə gözəl varlıqsan, nə gözəl varsan. Haqqı var özünü öyəsən qadın. Mətləbəm, baş əyim o adın öndə. Polad əyilməli odun önündə. Kimdə əyilməyən qadın önündə? Ucaldıb, həm də ki, əyirsən qadın. Elə Nəhayət tuzdurdun sən, Nail. Elə bunun da üzərinə bir dənə canlı cavab mən istəyirəm də. İndi məndə də Canlı istəyirsən? hə. Oxuyum da, yaxşı. Əvvəlcə sən mənə sevmək öyrətdin. Əvvəlcə sən mənə sevmək öyrətdin. Öyrətmək bilirsən, unutmaq öyrət. Mən səni unuda bilmirəm, axı aman, ay aman, ay aman, ay mən səni unuda bilmirəm, axı sevdiyim sən mənə unutmaq öyrət. Nə gözəl gülürsən, gülməyə nə var? Nə gözəl gülürsən, gülməyə nə var? Bu dərdin əlacın bilməyən nə var? Ölmək asan işdir, ölməyə nə var? Sevdim, sevdim, sən mənə unutmaq öyrət. Ay can,
unuda bilmirəm. Gülüm mən səni unuda bilmirəm. Deyir, səsin şəlalənin səsinə bənzər. Gözlərin bulaq tək durudu qadın. Dağların başında bitən laləsən. Göylərdən tökülən yağırsan qadın. Gördünüz? Gördüm. Bir... Mən elə baxdım ki, sən dediklər. Deyin də. Mən dedim axı, Deyin. mən sən olsaydım deyərdim. Hə, görsünüz. Yaşında o yaşlı, bilməm o yaş deyil, onu da deyə bilmərəm. Şeirin yaşa nə dəxli var, Elqar müəllim? Sizə bu dəqiqə bir ağlamalı bir şeir deyərəm, müəllim deyə bilmirəm. Sizə bir ailəmə. Bəxtiyar Vahabzadənin bir şeiri var, o mənim çox. şeir, Mən 15 yaşında, 20 yaşında elə bilirdim ki, 40 qocalıqdır, 50-ni keçmişəm, amma başımda uşaqlıq həvəsi hələ qalıbdır. Və ən çox sevdiyim odur mənim. Çünki mənə gəlir axı bir ucu ona görə də, yəni vəssalam. Amma məndə olan məlumatlara görə Nisbət xanımın anasının da çox gözəl səsi olub. Amma ifa eləməyə qoymayıblar. Elə bir məlumatım var, bilmirəm səhvdir, düzdür. Düz məlumatdır. Düz hardan öyrənmisinizsə düz məlumatdır. Və siz onun arzusunu yerinə Yerinə yetirirsiniz. yetirirəm, bəli. Anamın Allah canı sağ eləsin, elə efir vasitəsilə də izləyir. Anamın uşaq vaxtı, elə cavan vaxtı, yəni gözəl səsi olub. Hal-hazırda da gözəl səsi var. Mən onun səsini hətta mərhum sənətkarımız Lübabə Muradovanın səsinə bənzədirəm. Yəni o qədər yanğılı bir səsi var. Amma indi o vaxtı bilirsiniz də icazə vermirdi ailə, bəli, ata-ana icazə vermirdi. Ona görə o da ürəyində qalıb və onun yolunu da mən davam elətdirirəm. Onun arzusunu deyək, mən həyata keçirirəm, bəli. Bizdə də elə idi. Mənim Sovet dövrləri yadımdadır, söhbət 70-80-ci illərdən gedir. Uydu, 70-80. Hara getdin? Gör, hara getdim, çıxdım. Arada bir orada ki, otururdum dərs eləməyə, həmişə yadıma düşür, o özümə maraqlı gəlir. Bir görün mətbəxdən səs gəlir. Mama oradadır, mətbəxdədir. Pişirir, düşürür, eləyir, indi uşaqlar, ev eşi və muğamı zümzümə eləyir. Düz onda uşaq vaxtı mən nə bildim muğam nədir, amma səs çox xoşuma gəlirdi. Düzdür, biz heç kim o yolla getmədik. Bilirsiniz, anam həmişə mənə danışırdı ki, o vaxtı bizim gözəl sənətkarımız Zeynəb Xanlarovanın konsertləri olurdu. Biz də deyir, elə olurdu ki, evdən icazə vermirdilər. Gizlincə gedirdik, deyir Zeynəb Xanlarovanın yəni konsertinə qulaq asmağa. Sırf o gəlib deyə, yəni biz gedirdik onun konsertinə qulaq asmağa. Hətta mən belə deyim ki, mənə ilk mahnını öyrədən elə mənim anam olub. İlk Şuşanın Dağları xalq mahnısını elə mənim anam öyrədib. Bəli, heç kəsdən yox, anamdan öyrənmişəm. Bilir, mama bilir də nə. Allah can sağlığı versin. Allah can sağlığı versin. İstedat varsa özələ çıxır. Bax, mənim oxuduğum məktəbdə indiyənə kimi də bilməm, indi gedəndə maraqlanacağım, otaq durur ki, mən çəkdiyim rəsmlər. 3-də, 5-də, 4-də oxuyanda bütün Məhəmməd Füzuli, Nizami Gəncəmi, məsələn, o Sovetdə olanlardan o Leylinin, Stalinin şəkillərini böyüdürdüm, hamısını belə kartinlərdə, elə də oxşadırdım belə. Onun üçün, yəni, rəssam, məktəbin rəssamı kimi portretlərimi saxlayırdılar da o dönənə qədər. Ondan sonra o istəmədim də o şəkli. Sonra getdim Rusiyada, oxudum biraz biznes. Sonra Allah bizneslərindən olandan sonra məndə var imiş mahnı yazmaq, o Borçalı mahnısı adı yazdım. Ana mənə Leyla de, mənim həyatımıza belə-belə bu yola gəldik. Yəni o istedad varsa üzərə çıxacaq. Amma mənim ata-babamın da səsi olub. Ata-babamın bəli səsi olub. O vaxt düzdür, elə çıxmayıb, amma özü üçün oxuyurmuş məclislərdə filan. Hamısı gəlib üstünüzdən çıxmalı ona görə də. Turalın səsi var. Tural qismətin də səsi var. Turalın qisməti də var ki, artıq rock-n-roll istiqaməti gedir. Niyə? Birdən-birə, maşallah, toy tədbirlərinin məclislərinə əla aparırsan, çox maraqlı kreativ ideyalar var və xoş gəlir. Görürsən, belə maraqlı gəlir. İkinci bir tərəfdən ifa tərzi, həmin istiqamət bir-birindən uzdaşır. Və birdən-birə gecə yatırsan, səhər yuxudan durursan ki, vəssalam, mən rock-n-roll istiqamətlə getməliyəm. Ümumiyyətlə, İran, mən sizə bir şey deyim də, ümumiyyətlə, yaradıcı insanlar həmişə dəyişik eləməlidir. Axtarışda olmaq lazımdır, maraqlı fikirlər, maraqlı geyimlər, maraqlı ifalar, maraqlı janr. Hər bir şey insanlar üçündür, hər bir şey tamaşaçılar üçündür zaten. Məsələn, mən bu yayı heç bir yerə istirahətə getmirəm.
Ancaq məncə bu proyektin üzərində işləyirik ki, yeni mövsümdən yeni mahnılar, yeni geyimlər, yeni performans maraqlı bir olsun və mən düşünürəm ki, bu maraqlı olacaq, bu iş tutacaq, bu iş alınacaq. Qrupumuzda da yeni musiqiçilər var bu üslubda. Mən sentyabr, oktyabr gözləyirəm. Mənə çox maraqlı gəlir. Amma belə dedin ki, ifa edəcəksən həmin üslubdan artıq. Bir mahnımız artıq hazırdır. Hazırdır. İlk təqdimatım edir sizin verilişinizdə. İlhami Adil qızı musiqisi Badə, Badə. Buyur, Tural Qismət. Halal. Alınacaq, Hə. yoxsa alındı? Rock, balada xəbərin artıq yoxdur. alınıb, amma sənə deməyiblər indiyə kimi ki, alınıb. İlk təqdimatın sizin verilişinizdə oxuyuram. Badə, Badə mahnısı. Bu silsilə mahnılarımız gəlir. Biraz hərəkətli də olacaq. Hərəkətli mahnılar da olacaq. Rock'n'roll üslubunda oynayın. Yox, əksən, yox. Dəyişməyinə çox maraqlı, uğurlu istiqamətdə dəyişmirsən və burada rock balladanın, burada milli ornamentləri, musiqi ornamentləri dərhal sezilir, hiss olur. Çox maraqlı gəlir. Və ona görə də əmin ola bilərsən ki, dinləyicisi var. Hə, inşallah, inşallah. Mən elə hesab edirəm. Siz hər bir müğənni, hər bir musiqiçi özün harda yaxşı görürsə, harda yaxşı tapırsa, onun səs imkanlarına uyğun, onun səs tembrinə uyğun olaraq nə yaxşıdırsa, sən gərək onu eləyəsən. Axarın dalınca düşməyəsən. Onun sən dalınca getdinsə, onda sən də alınmayacaqsan. Razıyam, razıyam. Çünki mən də o mahnıların silsiləsindən çox keçmişəm. Deyiblər ki, bunu oxumaya bu sənlik deyirəm. Yox, bu dəbdədir, bu belə bir şeylər. Daha belə mən də oxuyum, bundan görüm necə olacaq. Oxumuşam, səslənməyib, gəlmişəm efirə də aparıcı bəyənməyib. İnsanlar da yazıblar mənə, zəng vurublar ki, yox, bu səndə alınmır, bunu oxuma. Daha belə bir şeylər var. Oxuy. Amma əhsən, həqiqət. Bir mahnısından kimi hamı götürür onu oxuyur. Mən çox oxumuram. Tanıram elə bilir. Söz yolunla, cığırınla get. Burada nə var? Ən uğurlu insanlar həyatda özü olan insanlar. Ən uğurlu insanlar hal-hazırda reklam fasiləsi olanda vaxtında ona çıxmağı bacarırlar. Reklamı yolunu taparlar. İbrahim Borçalı, buyurun. 23 ilin mahnısı. Təxminən neçə mahnı olar indiyə kimi? Mənim olmağa o zaman demək olar ki, 5 kaset dövrü çıxartdıq, bir 50-dən çox. Amma yadda qalan mahnılar oldu bir 5 dənə, 6 dənə. 5 azdır, çox olar. Yox, mahnıların sayını deyirəm, 50 azdır. Yox, say çoxdur, 50-dən də çoxdur, sayını bilmirəm. Amma dillərdə qalan mahnı oldu 5-6 dənə. Borçalı, o Mənim Həyatım, Ana Mənə Layladır, Azərbaycanlıyam, Yeməz Batalyon oyunu. Çünki niyə görə bu mahnı digərlərindən fərqləndi mənim üçün? Bu mahnı kaset dövründə elə demək sevilən mahnılar oldu ki, bir bu, bir də belə aylar ötəcək, illər keçəcək, sənə olan sevgim heç vaxt bitməyəcək, onu da yeniləyəcəm. Yəni, hamısı xatirədir. Mən həmişə deyirəm, ən gözəl bərəkətli illər idi ki, o kaset dövründə, bu sosial şəbəkə yox, YouTube yox, insanlar sənin özünü sevib mahnını və dinləyici elə toplamaq çox çətin idi. İndi nə var? Bir dənə paylaşırlar, hamı evdə otdu, baxdı. Onda kasetlər özü satılmalı idi, getməli idi buradan Rusiya, buradan nə bilim başqa dövlətə ki, sənin kasetlərini dinləsinlər. Onu da lenti xarab olanda bir saat onu düzəldirlər. O qədər düzəltmiş. Çox çətin. Dırnaq boyası ilə. Ay, sağ onu yapışdırırdın. Magnetofon dolardı. Nə biləsən. Yadıma düşdü lap o dövrlər, kövrəldim. Sən haradaydın? Sən də oradaydın axı. Əlbəttə ki. Çox olub deyən. İlqar mənim çox üzr istəyirəm Balozun toyunda. Vəssalam. Dedim də. Danış. O dövrlərdən indi hərəsi bir şeydən Elə yadıma gəlir, İlqar. Sözün kəsirəm, mənim elə yadıma gəlir, Rusiya çox aparırdılar. Hər gedəndə, məsələn, kaset aparırdım 100 dənə, 200 dənə ki, orada insanlara sənin kasetin böyük bir hədiyyə idi. Şəkilli zaddır və o elə özümüzü gətdi, məsələn, tanıdı.
Razıyam. Hələ mən sənə başqa bir hiyləgərlik. Buyurun, deyin. Kasetlər var idi 60 dəqiqəlik, var idi 90 dəqiqəlik. 90 dəqiqə. O üz bu üz. Mən hiyləgərliyi necə edirdim? Sizə Kasetlər nə var, siz belə də istifadə edilərdiniz ki, bir gün. İndi bu dəqiqə deyəcəm nə edirdim mən. O dövrün 10 manat idi. Yaponiya istehsalı olan və yaxud Almaniya istehsalı olan kasetlər var idi. 5 Onlar Məmməd 60. idi. Yox, mən lap o tərəfdən gedirəm. Sovet dövründən 10 rubl. Ha. Yo, mən Məmmədin dövründə. Sən o dövrdə, mən bu dövrdə danışıram. Deməli 60 dəqiqəlik kasetdir. Mən nə edə bilərəm ki, o kasetin içində daha çox mahnı olsun? Halaldır sizə. Nə edə bilərəm? Mən sizcə? bildim. Söküb yığırdım. Yox, lentin açıb lentin uzadırdı. Lentin uzadırdı. Lentini artırırdım onu. Dırnaq lakı ilə lentin artırırdı. Lenti Deyirəm getdikcə artırırdım ki, tutalım bir 7 mahnı yerləşirdisə bir üzrə, məsələn, ya 10 mahnı yerləşirdisə, lenti artırıram və ora daha çox mahnı yaza bilirəm və bunun müqabilində mən növbəti kasetə pul vermirəm. Halaldır. 2 qat da o artırdı axı. Elə hiyləgərlikdir. Yoxsa gəlirsin də flaşka ilə, heç flaşka da yoxdur indi. Bluetooth-la, ha. Bluetooth-la oturursunuz başınıza. Amma o- Dünya sözdür də, hə. Amma ya İlqar müəllim, onun o ləzzəti, onun o stiliyi, onun o Maraqlıydı da. Çox maraqlıydı əlbəttə ki. Şəxsən Allah Hacı Mübarizə rəhmət eləsin, Sabir Üstiyasının direktoru bizi o illərdən o çıxartdı. bəli. Keçən ildə rəhmətə gedərlər. Yenə kimi həmişə axtarırdım onu. Deyirdi, mən biraz tərifləmək çıxmasın, gözəl idim. O zaman saçım dolanmadı. Özü belə şəkillər zat çəkdirdi. Deyirdi, şəkilli albomunu deyir, bütün gəlirdi, alır tələbə qızlar zat. Bir şey eləyirdi, mən də duruşlar dururdum. Deyirdi, albomun şəkili çox gedir, çox zadır. Nələr olur deyə. Barıq dəmin dövrlərdə yanımda. Deyirsən, Yalanlar başkanın burasına qiymət tutdururdum. İndi də var. İndi də var. Yadımda. Ayda doğrudan həmin dövrə indidən baxanda belə Lap gülməli gəlir. kövrəldim. Adamaya. Gördü olub. Niyə? Gördü olub da o da vaxtda. Amma indi süni intellekt dövrüdür. Onun hamısı alın təridir, mənim balam, alın təri, alın bəli. təri. Böyük əziyyətlər idi. Böyük Mən bir əziyyətlər. söz demirəm. Ama bir də nə edim, o günü mənim tanımın doğum günü oldu, Allah can sağ versin söyləyədə. Kimin? 27-si yoldaşımın tanımın. Bizi tutub YouTube'da sündü intellektdən nəsə hazırlayıblar. Heç mən deyəm, bizi birləşdiriblər. Məni də elə belə göstəriblər. Elə bil ki, belə çox belə interesli, yaxşı Olmasa belə. İbrahim Mən özümü tanımadım. Baxanda bunlar mənə antireklam eləyirlər. Bilmən baxımıza mı göstərəcəm, göstərəcəm sənə. Hə, kaputda mənəm bu belə interesli belə. Süni zəka Uzadım, yekə belə salıblar böyle. Bunu yekə deyəndə ki, burun balacadır. Amma Oyna fərqə var, balacadır. indi elə süni intellekt. Alender o Süni zat. zəkanın dövrüdür. Elə dedi ki, Ağlı istifadə eləsin. Əlbəttə ağıllı. Məsəl üçün bir də ağıllı istifadə edənlər var ki, bir 3000 qabağa düşür. Va? Bilmirəm. Necə qabağa düşür? Hə, Tura. necə bir dedi. Deyirəm, necə gülür. Xoşbəxtəm 3000 qabağa. Daşma olmur. İllər, onu da bacarmaq lazım. Hə, mahnılarda. Bir sual verim. Süni intellektdən aranjmanda istifadə eləmisiniz ya yox? Yox. Eləməmisiniz. Siz eləmisiniz? Eləməmişəm. Hələ eləməmişəm. Şey eləmək fikrim də yox. Mən eləmişəm. Bax, oxuduğum o mahnı süni intellekt aranjmandır. Ha, o Bəli. Yəni əslində bu süni intellektin bir ideyası oldu ya, yəni ki mən janrda fərqli eləyim. Bəli. Yox, burada başqa bir məqam var. Süni intellektin adi versiyası var. Bəli. Peşəkar versiyası var. Peşəkar versiyası. Abunə olursan aylıq pulun verirsən və bəli, orada bəli, tamamilə bəli, başqa funksiyalar var ki, onlar həqiqətən də yüksək Bəli, səviyyədir. odur. Hə, bax onu deyirəm. Biz onu istifadə Hə, o edirik. onun cəhətdən minusunu çıxartdın, üstdən oxudun, yoxsa necə? Yox, siz mənə mahnı təqdim olundu. İlhamə xanım mənə mahnı təqdim elədi. Biz buna janr fikirləşdik ki, bunu biz hansı üslubda çıxardaq ki, maraqlı Sözləri olsun. oraya şey gedir. Yox, həmən sözlərlə, həmən o musiqini pianoda ifa olunan biz ora təqdim elədik. O bizə bir neçə janr təqdim elədi. Hə, ki, baxın hansı. Bəli, baxın hansı. Və mən o janrları başladım oxumağa və mən gördüm ki, məndə bu janrda daha qəşəng alınır, daha yaxşı alınır. Bir neçə dostlara, musiqiçilərə göndərdim ki, bəs belə bir şey var, hansı məsələdir? Hər bir kəs bunun üzərində durdular. Mən də fikirləşdim ki, bəlkə biraz da dəyişiklik eləyək, belə fikir olaraq buradan gəldi, yarandı. Normal. Bu da yəni bir müasirliyin, Razıyam. bir
necə sizə deyim, bir Yəni primitiv qaydada istifadə eləmirsən. Bir var ki, Xeyr, müğənni peşəkar. götürür, o adi Peşəkar. adi Bəli, qaydada bəli. götürür, ondan istifadə edir. Sözləri götürür, atrora onu da götürür ki, bəs. yox. Əslində mən YouTube-da qulaq asıram, məsələn bu süni intellektlə çıxan mahnılara. Baxırsan ki, həqiqətən mən istədiyim aranjmandır da orada. Mən məsələn gedib ona aranjmançıya desəm ki, bunu belə istəyirəm, o başa düşə bilmir. Təxmini eləyir, amma mən o həqiqətən o süni intellektdən çıxan mahnıları mən bəyənirəm. Aranjmanın Söhbət gözəl. peşəkar süni intellekt. Peşəkardan Bəli. gəlir. Mən Ki, o bəyənirəm. dediyim kimi Siz pro İlqar müəllim, versiyası. nə eləyirsiniz eləyin, peşəkar eləyin. Təbii. Professional olsun. Yəni mən sizə bir sual verim. Sizdən qabaq bu qoy musiqi dostlarıma sual verim. Bax İbrahim siz xanım, siz orada yəni bu aranjmanda süni intellekt olmağını hiss elədiniz? Yox, onu hiss eləmədim. Ümumiyyətlə diqqətlə qulaq asırdınız mahnıya. Yoxsa Yox, mən hiss eləmədim. Mən hiss eləmirəm. Orada rock gitara filan bunlar hamısı yəni canlı şəkildə oldu. Amma bəzi bir şeylər, bir yerlər var ki, o süni intellekt oldu. Aha. Bəli. Və gördüm ki, nə gözəl, nə biraz maliyyə də az xərcləməklə, belə deyim də minimum vəsaitlə maksimum effekt Amma yenə də peşəkar versiyasından peşəkardan söhbət gedir. Söhbət peşəkarlıqdan Primitiv gedir. versiyalardan yox. Qətiyyən. Süni zəkaya biz də deməli sizin şəkillərinizi verdik. Demədik kimdir? Qoy mən danışım. Sözünüzü balla kəsim, yenə bala uzun toyunda. Deməli, sizin şəkillərinizi süni intellektdə, süni zəkaya biz verdik. Dedik ki, bunlar sizcə, bu insanlar, bu şəxslər hansı peşə sahibidir? Süni Əslində. zəka da özündən baxır sizin simavıza. Bundan nə çıxar? Hə, hansı belə işdə işləyə bilərsə onu Başımıza nə oyunlar açmışsınız? Hamını tapdı, Biz bir dənə naturaldan eləməmişik. başqa. Bax, indidən deyirəm ki, biz naturaldan eləməmişik. olmadı. Biz sadəcə olaraq şəkili vermişik ki, süni zəka, yəni nə İlqar Yaxşı müəllim, vaxt şəklinizi varsa- vermişsiniz, heç İlqar olmaz. müəllim, vaxt uzatmayaq, xahiş edirəm. Keçək. Başlayın. Oha, Buyurun, İlqar problem müəllim. Buyurun. Nisbət xanımı polis kapitanı kimi görüb. Nə gözəl, nə gözəl. Boyuma görə Süni zəka. Nə gözəl, nə gözəl. Bəs yaxşı, Hə. bunu bildik süni intellekt. Siz hardan bildiniz ki, mən yəni arzum olub. Mən bilmirəm. Hiss elədi. Onlar hiss edir. Mən nə bilim, mən ümumiyyətlə dünyayı aləmdən bixəbər insanam. Əslində polislik mənim uşaqlıq arzum olub. Mən bilirdim. Bütün suallar bilirdim? olar. Danışıram. Bütün suallar süni zəkaya. Mən maraqlıdır uşaqlıqda- İbrahimi nə göstərib, İbrahimiyə, Mən İbrahim. Ona görə də uşaqlıq göndərəcəyik sizə. Göndərin, xahiş edirəm. Çünki mənim Mütləq. uşaqlıq arzumdur. Hələ ürəyimdə qalıb, amma Hələ də indi polis olmaq istəyirsə, dama keçdi. məndə də elə bir arzu indiyə kimi qalıb. Bəli, bəli. Amma başqa. Deməli, polis kapitanı Nisbət Sədrayeva. Maşallah. Özü Bakıda, hər şey qaydasındadır, adi iş başındadır. Hiss olunur ki, nəsə Zvanyalar. bulvarda böyük bir tədbirdir. Orada həmin o tədbirdə asayişi. Azdeftin kurğudur ya. Azdeftin kurğunda da. Hə, hardasa böyük orada böyük tədbir də asayişi təmin eləməklə Dəniz məşğuldur. kənarını sən kurğu Çox da ki bənzətdirsən, təbəssümlədir. Bir də gördük kimsə aləmi bir-birinə vursa və salam. Hə, ciddi, Dəniz ciddi. qıraq. Kapitan Sədrayevan amansız sifətini görəcək orada. O 100%-dir. Növbəti şəkil. Xoşum gəldi. Hay, bax. Aydın məsələdir. Hay, də. can. Ay var. Bə. Hə, qızıl mağazam var. Ay yox. Qızıl Qızıl Biznesmen. biznesi ilə Bəli. Özlərə bax. Qarasların şefi olur. Ey boy. gözəl. Özdə sən hiss olunur ki, İbrahimdə həqiqətən süni zəka bilir ki, bu adam biznesmen olub, bu adamın simasında biznes var. Amma fikir verin, bir var sadəcə olaraq nəyisə götürüb alıca göstərirsən, bir də var üzükləri barmağına da taxırsan ki. Reklam eləyir. Yəni o belə də ani reklam anlayışı Hələ var da. boynundakılara baxın, Boynundakı o Vallahi hə. Mən də kimi Boyun bağı var. Qorxunu taxıram. Eğer yalansa da düzgün olsun. Hə, sadə Yalansa da düzü. doğru. Xanıma düzü nəyisə göstərir, amma üzüklər də barmağındadır ki, belə şeylər də var. Gör indi nə edirsən də. 25-ci kadr anlayışı var da, o da 25-ci barmaq məsələsi. 21-ci barmaq. Elə biləcək, evdə doğru zat gedəcək evə. Bu biznesmen olaraq indi hər halda süni zəka tanıyır da, Aydan, bilir. aydan, hə. Kimə nə? Amma yox. Opsiyon Yaxşı, qədər hə. summalar olur. Arkadakı qızıllara bax, hələ Arkadaşlar, hə. Öz onları Türkiyədən gətirib, 100%. Ərəb qızılına da Ərəb oxşuyur. Dubaydan gətirib, Dubaydan. Hə, Dubay qızılıdır. Dubai. Əla. Dubay qızılı. Yaxşı deyə verdiniz, qızlar Biz elinə Turalın da başlamalı. şəklini verdik, amma Turalın şəkli çıxmadı, dedilər. Aycan. Gördün, Rokis. Yox. Hiss eləyib. Nəsən? Rokis.
Rockist. Rokist. Əlayda. Azərbaycan dilinə yeni söz gəldi. Təbrik edirəm hamınızı. Bir var rock musiqiçi, bir var rocker, bir də var rockist. Ən gözəli bunu ancaq Tural O şəkili necə vermisinizsə, mən onu elə deyim də. Mən onu yadda saxladım. Rockist. Rockist. Bunu Vəssalam. ancaq Tural qismət Amma milli rockist ya. Fikir ver üstündə butalar. Tabii. Bəli. Üstündəki butalar bas gitara, Azərbaycan Ənənələrimizi bayrağı. unutmuyuz. Yeri gəlmişkən qulaq asanların da az deyil. Arxa fonda bax qızlar orada telefonlarda. Bəli. Telefona çəkilir. O şəkili göndərin mən xahiş edirəm. Olar bilirsən də hamısı Mənim üçün də selfie çəkir göndərin. orada. Ola bilsin selfie çəksin, amma fakt hər halda hiss olunur ki, özü ürəkdən hansısa bir rock kompozisiyanı yazıb, Əlbəttə. xırıltılı səslə belə oxuyur. Ah, rap. Yanğılı. Hə. Birisi rockist necə oxuyarsa elə. Rockist belə oxuyar. Yəni bu rockisti mən Rockerlər başqa cür oxuyur. Onlar nə bilir axı nədir bu? Hə, Azərbaycanın rockerləri, yuxu qrupu, yeri gəlmişkən, Bəli. Mərdan, Pəriyar, canım sənə desin, yadımdan kim çıxıb? Siz hamınız rockersiniz. Bir nəfər Azərbaycanda var ki, o rockistdir. Bəli. Və bir dənə də söz deyim, bax o şəkilə aldanarsan, inanarsan, gələn dəfə belə geyinib gələrsən, eləmə elə şeylər. Elə belə yaxşı. Onu süni zəka eləyir. Yox. Biz yox. Bu da rock janrında geyimdə də bir yeniliyor. Siz görmüsünüz ki, həmişə Klassikada görmüş. Yox, sənin klassikada Hə, klassikada görmüş. Rock ifaçıları dəri gödəkcə, müxtəlif manşetlər və bəli. O məndə olan qızıllar. Sən də olan qızıllar. Ya amma yəni ki, bayaq şəkildə gördüyünüz kimi də o geyimlər. Həqiqətən amma biz onu biraz bizdə geyimlər ayrı cürdür. mən Rockist maraqlıdır. geyimi, İlqar rocker, müəllim, mən həqiqətən Rocker maraqlıdır. yox. Rocker deyil. Rocker deyil. Necə oldu ki, rockist olmağa qərar verdi? Dedi də. Dedim, sən fikrin hardaydı? Mən orada Quyruqda. Quyruqdaydı. Həqiqətən durduq yerə niyə? Bir stəkan çay gətir. Niyə sual verdim? Suala cavab ver. Yandırarsan yeməyi. Yanmaz sualıma bir cavab ver, zəhmət olmaz. O insan taleyində hər şey olur. Bir gün elə olur, bir gün belə olur da. Bildim insan taleyidir. Səbəbi də bir elə bir şey ola bilər də. Camaat polis olmaq istəyirdi, gördüm bir də başqa şey oldu. Sən necə oldu ki, rockist olmaq istədin? Dedi ondan da olsun da. Hə, dedim Hər ki, şey o da olsun, bu da olsun da, hamısından olsun Hə, da. sən iki qarpız bir Qarışıq da, məsələsi. vinegret. Yəni ki, qarışıq. Səncə alınacaq axıra qədər? Alınmır, yox, xəbərin yoxdur. Hə, artıq olar o. Bəli. Alınır bax. İlqar müəllim deyir, alınır. Bizim yeməyimiz orada alınır yoxsa? Mən ora gəlməsəydim alınmayacaqdı. Alınırdı, Az İlqar qalmış ki, sənin yolundan Ya, getsin. ya. Yandırsın, az qalmışdı. Hiss elədim. Belə, Nisbət xanım. Yox, kapitan Sədrayev var. Rockist. Buyurun zəhmət olmasa. Çox sağ olun. Nisbət xanım Sədrayeva. Buyurun. Plus elə may ayında Xarı Bülbül Festivalında Bəli. ifa eləyirdiniz. Bəli, Amma xarab. tar çalmadınız orada. Yox, tar çalmırdım. İfa Niyə? eləməyə getmişdim. Tar sənətim tar deyil axı. Bilirəm axı. Ki tarda da tar- ifa eləyə bilirsiniz. Hə, tar sadəcə həvəsim olub ifa eləməyə, yəni bir alətdə. O da bizim evdə tar var idi. O da tar niyə var idi? Çünki uşaq vaxtı qardaşlarım musiqi ilə məşğul olub. Biri qarmon ifaçısı idi, yəni biri də tar, amma sonra elə oldu ki, başqa bir sahəyə yönəldilər. Bir tək mənim üstümə atdılar, mən davam elətdirdim bu sənəti. Onda da bizdə elə bil ki, Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm mən. Orada bizim direktorumuz deyirdi ki, xanəndəlikdən yanaşı bir alətdə ifa eləməyi öyrənin ki, sabahlarım əslində çox gözəl bir şey deyib, sabah Allah eləməsin səsiniz batanda hansısa bir alətdə ifa eləməyi bacarın. Mən də elə orada 2 il getdim tara. Yəni əsərlər, muğamlar öyrənib çalırdım, amma ondan sonra artıq neçə ildir çalmıram. Arada bir əlimə götürüb barmaqlarımı məşğul etdirirəm ki, yadımdan çıxmasın. Aha. Bəli. Mən bunu yadda saxladım. Solo konsertimdə də inşallah ifa eləyəcəm. Bəli. Və solo konserti nə vaxt inşallah eşidəcəyik? İnşallah oktyabr, noyabr aylarına fikirləşirəm. Planlaşdırırsınız Bəli, artıq. fikirləşirəm, görək də Allah qoysa. Lap yaxşı. Xarı Bülbüldə necə? Xarı Bülbüldə, yəni orada bilirsiniz də hər il keçirilir o festival. Cıdır düzündə bizim hər ölkədən düzdür gəlir ifaçılar. Biz də orada yəni öz ifalarımızı elədik. Bizim gözəl sənətkarımız, salamlayıram, İncəsənət Universitetində mənim magistr müəllimim, magistraturada müəllimim Səkinə xanım İsmailova. Salamlayıram efir vasitəsilə. Onun tələbələrinin
konserti keçirildi orada. Biz də orada bir gözəl kompozisiya hazırlayıb oxumuşduq. İbrahim, Xankəndi, Laçın, bunlar deyir ki, bəs İbrahimin orada konserti olmalıdır. İnşallah onlar bizim yaralı yerimiz olub. İllərcə mən 25 il Rusiya tədbirlər, toylar, hər məclislə başlayanda başdan həmişə deyirdim ki, indi alınandan sonra deyirəm ki, qayıtdı torpağımız, amma onda deyirdim, talandı torpağımız, həm Şuşamız, həm Laçınımız, xalqda bir vətənpərvər ruhu oyadır. Toyun başından elə oynaq mahnılar olmaz axı. Belə bir olsaq, Azərbaycanın mahnısı da ondan rəli gəldi. Demə, Bakılıyam, Qarabağlıyam, Borçalıyam desələr, haralısan, Azərbaycanlıyam. Yəni, inşallah çox canla başla. Hələ mən o tərəflərə getməmişəm, nə alırsan? Mən, Olmaz. Mən dedim, qoy alınsın, heç o dəfə getməyim, zaten torpaqlarımız qayıtsın. Mən elə bil ki, hamıdan çox qarış-qarı olanı bilirəm. O, bizim hamımızın, bütün Azərbaycan, Türk dünyasının... Bu əhd olub. Bəli. Yaxşı, hər şey qaydasındadır. Mən demişəm, əsas gedəcəm Kəlbəcərə, bir Xocalıya. O tərəflərdə maşınla gəlib gəlir. O bütün tam hər şey qutarsın, tikilsin. Yollarda da ondan sonra gəlib gəlir. Yollar hazırdır. Tam əmin ola bilərsən. Kəlbəcərdə qəşəng tikinti gedir, yəni danışdığın insanlar var. Yəni Füzuli Əhmədbəyli tərəfdən girirsən, gəzə, bax belə. Gedirsən, gözünü açırsan Kəlbəcərdə. Allah yenə deyirəm, şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı, cənab prezidentə can sağlığı versin ki, bu siyasətlə, dünya ilə bu aldı, bacardı, bu torpaqları qaytardı. Böyük bir iş. Böyük bir iş. Get də, məqam. Yox, gedəcəm. Səninlə bərabər gedəcəm. Ay, sağ ol. Gəzmə. Sağ ol. Bizi yeri reklamlara. İnşallah. Getdik. TVNet-dən, Selnet internet abunəçilərində də bir məlumat var. Bölgələrdə yaşayan və aylıq 25 manatlıq tarifə qoşulan bütün Selnet abunəçiləri TVNet Online TV xidmətindən istifadə edə bilər. Bu ödənişsiz xidmətdən həm hal-hazırda bu tarifdən istifadə edən, həm də yeni qoşulan abunəçilər yararlana biləcək. Bunun üçün 055 553 35 WhatsApp nömrəsi ilə əlaqə saxlamaq kifayət eləyər. Qoşulun. Məsləhətdir. Deyəsən, nadir hadisələrdən biri bu gün də baş verəcək, götür. Yeməyimiz tam belə ürəyimiz istəyən kimi hazırdır. Razıyam. İlqar müəllim, mən deyirəm ki, mən buna bir ad fikirləşmişəm və tapmışam ki, xaş döyən. Dadına baxandan sonra deyə bilərəm ki, xaş döyəndi yoxsa yox. Mən bunu istəyirəm. Gətir yenə zəhmət olmasa. Deməli, Turalın ən çox xoşladığı belə baş düşdüyüm yeməklərdən biridir. Nisbət xanım, yemisiniz nə vaxtsa bundan? Quyruq buğlaması. Yox, yeməmişəm. Budur. Bəlkə də yemişəm, adımı bilmirəm. Hə, yox, dananın quyruğu da o dananın quyruğu. Yəni bu ideya müəllifi mənəm də. İdeya müəllifi sənsən, bəli, o mənim yadımda qalır. Həmişə Sən etiraf maksimum eləmək quyruğun lazımdır. ideya müəllifi səndə. İbrahimə o sualı verən mənə İbrahim yemişən uşaqlardandır. Mən ümumiyyətlə çox ət yemirəm, ona görə də yəqin. Belə, siz götürün, çəkin qabağınızı, yiyin, dadına baxın, bizim sinə işimiz yoxdur, bizim Siz onun dadına baxın, siz göstərməyəcək. İlqar müəllim, bir dənə zəhmət olmasa da Gedək gəlin. mətbəxə, o vaxta kimi bizim Bax, o İlqar musiqini müəllim. də tapsınlar. Ümid edirəm ki, o İlqar musiqini müəllim, sizə bir dənə tapsınlar. sual vermək istəyirəm. Tapsınlar ümid edirəm. Bunu oxuyan belə, bunu ifa eləyəndə o belə oynayır axı. İndi mən də sizə belə sual vermək istəyirəm ki, bax, 2 ildir artıq mən sizin tələbəniz kimi yanınızdayım. Ay, sağ ol. İlqar müəllim, bax, desələr ki, tələbəniz necədir, nə deyərsiniz? Şükür. Mənim həmişə bir sözüm var da, bu günə şükür. Fəxrlə deyə bilərsiniz. Birazdan. Amma ən azından ona doğru gedirəm. Razıyam. Bax, oyuna razıyam. Yəni, uğur var, istiqamət var, irəliləyiş var, müsbət aura var və ən əsas deməzdim, amma top 3 o göstəricilərdən biridir ki, tamaşaçı qəbul elədi. Bu böyük plusdur. Allah razı olsun. Və tamaşaçı əgər aparıcını qəbul eləyirsə, böyük irəliləyiş var və yavaş-yavaş başlayırsan artmağa.
Bəli. Start nöqtəsinə gəldin, oturdun, tamaşaçı səni qəbul elədi, gördü, hansısa bir zəif damarından tutmusan, ya nədir fərq eləməz. Amma tamaşaçı səni qəbul eləyib və ən əsas orada məqamlardan birində aparıcının özünün bir kişmişçiki olmalıdır. Ağ tükü. Yox, Kişmişçiki. düşmüşdü. Ruslar ona izюминка deyirlər. Azərbaycan dilə tərcümə eləyəndə Onun başqa da bir bəxt adı var. anlayışı deyil. Yəni onun hansısa bir Ştrix. ştrixi, xüsusi ştrixi olmalıdır. Söz bazası bu Hə. deməkdir. Bəli. Və həmin o xüsusi ştrixi olanda vəssalama gedəcək. Səndə xüsusi ştrix var. Var da gənc aparıcılar var ki, onların nəinki ştrixi, heç özü yoxdur. Efirdə də olsa. Amma fakt yoxdur. Efirdə var, amma yoxdur. Elələri var yeri gəlmişə. Yəni İndi sən də 2 qarpız mən gətirib sənə vermək istəmirəm. Hə. Aydın məsələdir. No fakt hər halda səndə o ştrix, o üzümcük olduğuna görə, kişmişcik olduğuna görə şükür inşallah gələn mövsümə gözləyirəm. mən də təşəkkür eləyirəm ki, Ki. buna inanıb bir gəncə bu qədər dəstək eləyən kanalı olsun, aparıcısı olsun, layihə rəhbəri olsun, valideynlər olsun, fərq eləməz. Burada bütün komanda olsun, tamaşaçılar olsun. Bu gənc sizin qarşınızda baş əyib təşəkkür eləyirəm. Yaxşı ki varsınız. Bu inandınız mənə, elə dediniz ki, bundan bu olacaq, bundan olacaq. Nəsə olacaq. Bundan nəsə olacaq. İnşallah ki mən də doğruldacam. Bütün hamının inamını doğruldacam. Həmişə də belə deyirsə safdır, belə təmiz, elə də inşallah Amma bir, çıxalarım. şişmə. Ara şişirəm da, şişən da şişər deyir. Yo, məqam var. 2, qarpız gəzdirmə Qarpızın mövsümü deyə bunu mən... qoltuğun altında. Hə, orası sığmır axı. Hə. 3, ay ulduzan bağ belə, bostan belə, İlqar onu da mən, yaddan çıxartmırıq. mənim kumirim sizsə, Söhbət mənim müəllimimsə, kumirdən mən siz olmaq istəyirəmsə, narahat olmayın, elə şeylər Amma olmaz. 3 dənə. Baş Şişmə, qoltuğun altında qarpız gəzdirmə və ulduzluq eləmə. Və dördüncü nədir? Rock. Nə demişdin? Rokist. Rockist olma. Gedək görək rockist nədir? Hə, gəldik indi bura. Burada deməli nələr verir bax. Turanın ağzı yapışıb yaxdan onu qoparır. Buradakı nətər eləyim bunu. Ümumilikdə Aha. fikrimi deyim də. Bəli, Buyur, o nə deməkdir? Deməli bu yeməyin bir mütəxəssisi olaraq mən sizə Mütəxəssisə var bir dənə. Diyan da, deyəm də. Bu yaxşı bişib, yaxşıdır. Allah razı olsun. Amma Allah rəhmə görə versin. yəni ki bu yeməyə bu pomidoru, bu biberi bunu vurmurlar. Artıqdır, hə? Bu burada olmalı deyil. Bu ancaq bişməlidir vamxodda. Tək quyruq, sarımsaq, razı. qarasot, duz. Və sonun olmalıdır, sən elədiyin kimi də danışırıqsa, sonunda yanır qapqara bir şey ortalığa çıxır, hə? Yox. Hə. O da sənin Cənab? səhvin olub da. Mənim səhvim olub. Altını xodunu çox vermişdin, yandırdın onda. Yaxşı, mənim səhvim olub. İndi bu yanmayıb. Ha bu yanmır, bir yaxşı. Əsas odur mu yanmır? Yanmayıb. Yanmağına Narahat yanmır. olmayın, mən tərifləyəcəm. Pomidor biber də bir gözəllik bu, verir. bu, çox, bu çox ləzzətli yeməkdir. Bir də ki, bunu yayda yemirlər. Bu yeməyi ki, qışdadır. Qara lavaşla da bunu yeyirsən. Əlinlə yemədin. sən Əlinlə onu. yeməlisən, qara lavaşla. Sən yayda əlvi qolur kimi bax, gəlmə. Və yaxud da ki, təndir çörək üstü küncütdür. Tut ağacının altında. Bəli. Orada demədin ki, tut ağacım, tut ağacım. 10 bal. Belə baş üstü. 10 bal olsun 10 bal. Yəni mənim yeməyim. Mən 2 bal bilə ki. Elə də deyir 10 bal. Bir dənə qardaş 5 bal denə mən Ya razıyam. bir dəqiqədə mənim yolumu getmək istəyirsən başa Ay düşürəm. mən dedim axı Yəni sənin ki- yolunu mən niyə gedim axı yandıra? Sənin yolun yol deyil qardaş. Mənim yolumu getmək Zarafat istəyirsən başa edir. Sən düşürəm. bilirsiniz yəqin. Ev yoxdur, ev yoxdur. Ev yoxdur. 7. Yaxşı olsun 10. Həmişə mən gələn 10 vermişəm də bu da. Allah sənə var eləsin. İbrahim buyurun. Ürək açıq Ona adam. görə bax bu biberin, pomidorun da öz ləzzəti var mənim rəqəm. Ona buna bax ləzzət. Səni verənə şükür. Adamın belə arxa dayaq olandan sonra özü elə qırqızılla. Hə, var. Sizdə də 10 baldır mən belə. Bəli, bəli.
Kapitan Sədrayeva. Bəli, buyurun. məndə də 10 baldır, amma xahiş eləyirəm. Bilirsən ki, mən efirə gələndə acılı elə də, nə olar ki? Bilirsən də bunu ki, mən acılı sevirəm. Yəni Acılı İlqar müəllim sevirsiniz. Çox Dəhşət. sevirəm. Acı mən yəni nə qədər acı. Acı eləsəm- biber get, acı biber gətirəcək. Bayılqar elədi. Götürsün. Acı biber yox, o yox deyə o ayrı məsələ. İstiyot yox, acı biber, istiyot yox. Qara istiot gətirib baxar. Acı biber. Halal. 10. Hə, Həmişə kimi. Doğrudan, hə. Mən acı sevirəm. Amma xoş gəldiniz. Dadı və s. qəşəng və dadı, axır. bəli. Yaxşıdır. Prosta ki, gərək sadəcə olaraq onu əllə yeyəsən. də. Günlərin bir günü Bəli. mənim yadımdan çıxmasa, Aha. Nisbət xanım inşallah verilişə gələndə həmin günü biz Biber siz gətirin. acı bibərlər, yaşıl Bəli, bibərlər. acı biber, yaşıl Mən biber. gətirirəm, düzürəm 10 dənə siz tərəfdən, 10 dənə özüm tərəfdən. Yaxşı. Niyə ondan, hə? Yarış, əla. Yanına Bəli, da, hakimi bax danışdıq ha. İlqar sən də yeyən. yanına da, Xahiş eləyirəm sizdən Mən də artıq suya dərəcədə. çağırırım. Sən də hakimsən. yanına da ayran qoyun, ha, qoyun, mütləq. Mən çalışacağam bunu xahiş eləyəcəm. Mütləq. Niyə? Hə, olsun. Ondan sonra azanda içək də o- və azanda yanına. yandırmaz. Duzlu ayran olmalıdır ya. Ha, nə? Acı olacaq da içək də, Bizdən cümləsi özümüzə yandıranda gəlir. hortumluyur da belə. Yandıranda dözsün ona. Yeyəndən sonra içək. Niyə? Elqar müəllim bircə sonra elə bir Və söhbət ayran oldusa onda da kilo Zövqün olur. elə istəyir. Demirəm, Elə bir yox, xasiyyəti var ki, biber yeyəndən sonra ayran içməlidir. Əla, xoşuma gəldi. Yox, acını ki yedik. Yedik qutardıqda, ümumiyyətlə hamısını yedik qutardık. Qutarandan sonra Qutarandan sonra deyir də. içirəm də mən. Hadi. Su içməyim, onu içim. Hadi ana. Ya, acının üstündə su içməzlər yeri gəlmişəm. Onu bilmirəm. Adam ayran içmək istəyir də mən alıram ayranı. Ayran da 1 litr ayrandır. Qatıq alıb düzəldəcəm. Qatıq da olar, Allah belə qatıq. İlqar müəllim bunu eləyəcəyik. Bəs yaxşı, qalibiyyətində nə olsun, bunun? Bu əsas Mən məsələ. Ha, əsas məsələ Çox budur. rahat. Nəticəyə Çox rahat. Nə? Çox rahat. London, Paris. Yox, Yo, biri yo. varımdır, Bəsimdir. Bir nəfər də mənə bir söz vermişdi, o məhəllə yadıma o saldı. ayrı məsələ. Bir adamlar var da danışır elə. Bu dəqiqə, ya uduzanda, yox, orada uduzmaq Qüvvəsindədir. göstəricisi nədir? 10 ədədin hamısını yemək, yoxsa Hadi, yanmamaq, yoxsa onu biruzə verməmək. Yemək, əsas yeməkdir. Əsas Ona görə də, yeməkdir. o yeməyə nə var ki, yeyirik də, problem deyil. Deməli, Gəlin İlqar müəllim, mənə elə gəlir onun sabahıdır əsas. sabahı Mədə ağrısı. mədə ağrısı, qulaqlar qıpqırmızı olur, gözlər şişir belə Yox, məndə əməlli ağrımır. başlı. Mən də ağrım. Olacaq. Özgəşib Bibərdən mən Mən gətirib şey. öyrəşdirmişəm. Deməli, mən uduzsam, siz mahnı ifa eləyirsiniz. Siz uduzsaz, mən niyə mahnı ifa edirəm? Bəs, yaxşı, mən utdum. Onda siz mahnı ifa eləyəcəksiniz. Yox, yaxşı, mən utdum, siz nə edəcəksiniz? Bəs söhbət də ondan gedir ki, mən heç də eləməyəcəm. Niyə ki? Çünki mən bacarmıram nə oxumağı, nə oynamağı, Düzgün deyil. nə şeir deməyi. Yox. Gəlin yaxşı belə eləyək. Ən gözəli bunun bilirsiniz nədir? Ən gözəli İlqar müəllim utsa, Hə, İlqar müəllim utsa. hə. Yəni hə, siz utsaz, Sibel xanım veriliş aparacaq. Mən veriliş apara bilərəm. Yox. Aha. Deyəndə sən sonraya bax. Nə var Əgər burada? Nisbət xanım utsa, İlqar müəllim mahnı oxumalıdır. Və İlqar müəllimin səsini nəzərə alsaq görür orada bir mahnı. Xoşum gəldi, bax, yenə xoşum Həm də gəldi. canlı oxumalıdır. Nəsə deyir. Maraqlı olar, hə? Bəli, olar. Rəhminiz gəlsin. Bəs mənə də rəhminiz gəlsin. Mən necə veriliş aparım? Musiqi Burada nə var bir kəlmə deyərsən, tutaq ağacı, tutaq ağacı Yox, deyərsən. heç nə bu. Nəsə Sən bu tuta yaman meyilli sənə. Bu günə yaman tutdu buraxmır. Bizim həyətdə Tutdan böyük yaman tutaq tutub. ağacı var. Tuta yaman Həyətdə meyilli. böyük tutaq ağacı var, Allah kölgəlik artı ona görə İlqar olub Allah, orada. hərdən üzümə keç. İnşallah. Yaxşı ideyadır, 10 ədəd olar. 10 olmasın, 5 olsun, ağrı olsun. Olsun. 10 çox olar, məncə. Kimin Baxır üçün? böyüklüyünə də Doyarıq böyük da. balaca. Baxır kimin üçün çox olur. İlqar mənim üçün, mən yeyərəm. problem yoxdur. İddianı gördüm. Oh, Allah, çox O qəşəng. bibəri də şəxsən özüm seçəcəm. Şəxsən özüm o biberləri seçəcəm. Ha, amma ona gərək axırıncı blok da eləyək ki. Çox şey baş verə Sən bilər. onda Düz deyirsən. qulaq as, indi İlqar mahnı oxusa onda qara bibərin mahnısını deyərsən oxuyur da, qara bibəri, acı bibəri, Serdarım. acı bibəri, Tacın. Bebeğim. acı bibərim deyərdi Mənim ona. səsimlə qara biberi. Onun da acı bibəri. Sən də maşallah bütün mahnıların iki sözü bilirsən. Qalan heç nə bilmirsən. Finalı o verilişin finalını onu eləmək olar ha, yeri gəlmişkən. Gəlin elə finalda bunu. Elə bunu da yadda saxladıq. Tamaşaçılarımıza da maraqlı olar ki, bunun görəsən qalibi kim olur? Mən təklif edirəm ki, verilişin əvvəlində yiyin onu.
Başlanğıcda. Axıra qədər onu idarə eləmək. Ben indi oğul ona Məndə deyirəm zövq da. Mən sizə bir hadisə danışım. Deməli, evdən həmişə kimi yay vaxtıdır. Hamı gedir meyvə almağa, tərəvəz almağa ki, bağlayacaqsan. Biz yerib pomidor və s. almağa layihə rəhbəri 1 getdi, gəldi, 2 getdi, gəldi, 3 getdi, gəldi. Bunu görmüsən, qiymətini soruşmuşsan, al da. Nə var? 4 dəfə gedib gəlsən. Əsəbləşir axı adam. Gəldi, axıda yandı biberlərin yanında ki, bu biber şirin də acıdır, satçı dedi ki, bəs acıdır. Acıdır, hə. Ha, bunun dadına baxın, mən də elə mətənbəli hissiyəm axı. Götürdüm, birini xırt, baxdım ki, qoydum qırağa. Birində yox, xırt. Artıq satıcı biraz şübhələndi. Ki dedi bəlkə biber doğrudan al. Bəlkə, hə, Tərs gedir. bu nəsə düz deyil də. Bu, mən demişəm, axı acı da almalıdır bir neçə kilo. Birini Otursun götürdü azarısız. satıcı, birini götürdü Zülfiyə. Ki dadına baxsınlar, ürəklə dadına baxırlar. Çox İkisi də istərlər də dişləyir. indi. Dişləyən kimi bir partlayış orada baş verdi, bir partlayış burada. Çəkirdim Hə, qırağa ki, qorxudur hə. ha, qorxudur. 4 dəfə gəlmişəm. Hirsimdən yedim mən onları. Qorxudur, bax. Belə şeylər. Belə şeylər qorxulu Təsir gəlir. atla sarır, bax, yəni hazır Yox, ol. yox, heç bir təsir Qəşəng altına düşə biberlər idi. bilmərəm. Əla biberlər idi. Nə qədər İkisi birdən istəyirsiniz qoya partladı. bilərsiniz. İnşallah. Yaxşı. Bunu danışdıq. Amma əla. onu uşaq vaxtı bizim sinif yoldaşım 8-də 10-da oxuyurduq. Əlinə biberi belə sürtüb, gözümüzdən 2 gün öldü deyə bizim gözünə çəkirdi, zarafat eləyəndə. O gözə olmaz. eləmək İnanırsan ölürdü Amma yəni. gözə yox. Gözə çox hə. İnşallah. Əla. Minnətdaram hər birisi. Allah can sağlığı versin. Həmin o Yeni yolda. stilində əla. Roki stilində möhkəm ol. İbrahim, çox sağ ol. Sağ ol, Bir sağ ol, Allah can şad sağlığı oldum. versin. Can sağlığı. Gözləyirik yerdə yarışmamızı nəhayət ki. Hamınız salamat olasınız. Mən deyirəm, salamat qalın. Əsası odur. Sonda isə Tural. Buyur.